Xəzər Media Mərkəzi və Alma Medov Media təqdim edir. Əziz tamaşaçılar, biz bəylərimizi sınağa çəkmək qərarına gəldik. Əgər xanımlarımızın yardıma ehtiyacı olarsa, bəylərimiz kömək edərkən xarici görkəmə üstünlük verəcək, yoxsa ən yaxşısı gəlin bu eksperimentin nəticəsini birlikdə izləyək. Salam. Konturuz olar zəng eləməyə? Bizə? Kontur. Yox. Olar Rusiyaya zəng eləyim mənə. Sən Los Angeles'e zəng elə. Çox sağ olun. Salam. Bağışlayın, konturuz olar zəng eləməyə? Yox, aktiv deyil. Oldu, çox sağ olun. Olar Rusiya nömrəsindən bir dənə yığın. Hayır. Beləliklə dostlar, biz bugün maraqlı bir sosial eksperiment çəkdik. Bu maşının rolu bu sosial eksperimentdə nə idi? Daha doğrusu desəm, düzünü desəm maarifləndirici bir sosial eksperiment olacaq. Deməli, oğlanları sınağa çəkdik. Salam. Bir dəqiqə olar sizə? Bir dəqiqə canım. Konturuz olar zəng eləməyə? Kontur deyil. Sən gözü və sən gələm. Yaxşı gözü. Xarici təhsil mərkəzinə zəng edəcəm. No Limit Education. Çox güman ki, Ukraynada olacaq. Olar ki, o nömrəyə zəng edeyim. Alo. Alo. Salam. Sizi narahat edən Çınarə xanımdır. Aha, keçən həftə danışmışdıq yadınızdadırsa. Bəli. Mən sənədləri hazırlamışam. Aha, hazırdır sənədlər, narahat olmayın. Sadəcə siz qaçan gələcəksiniz Bakıya, mən sənədləri təhvil verim sizə. Yəni, burada indi kimsə var, məni qəbul edə biləcək, sənədləri verin mənə sənə. Aha, aydındır. Oldu, çox sağ olun. Sağ olun. Buyurun, çox sağ olun. Sizə bir yaxşılıq elədim. Sizə mənə bir yaxşılıq elə bilərsiniz. Nə yaxşılıq? Sizin maşın sabahçı toy üçün lazımdır mənə. Siz nə danışırsınız? Bu toy maşınına oxşuyur. Hər şey pul ödəyirsiniz. Bəli, pulla ölçürəm. Əgər bunun tam versiyasını izləmək istəyirsinizsə, bir sözlə 21 may sizləri inanıram ki, siz bizi tək qoymayacaqsınız. Park Cinema Kino Teatrında, Flinthouse-da yerləşən Park Cinema Kino Teatrında sizləri gözləyirik. Yerlər məhduddur, tələsin. Yalnız bir gün 21 may Park Cinema Kino Teatrında və beləliklə əziz Instagram izləyicilərimiz, əziz YouTube izləyicilərimiz, ən əsası bu biletdən yığılan pullar xeyirxahlıq naminə xərclənəcək, ehtiyacı olan ailəyə köçürəcək. İnanıram ki, siz bizi bu yolda tək qoymayacaqsınız. Çünki xeyirxahlıq insanı kasıb etməz.